Salam, 9-cu kimya dərsinə başlayırıq. Mövzumuzun adı məişətdəki mühüm maddələrdir. Vaxt itirmədən keçək mövzumuza. Əvvəlcə məişətdəki mühüm maddələr anlayışını tam açıqlayaq. Bilirik ki, kimyəvi maddələrin sayı milyonlarladır. Təbii ki, bu maddələrin hamısı geniş tətbiq olunmur. Bəziləri əhəmiyyətsiz maddələrdir, bəziləri əhəmiyyətlidir, bəziləri çox mühüm, yəni çox əhəmiyyətli maddələrdir. Və hətta o dərəcədə mühümdür ki, məişətdə də daim geniş istifadə olunur və biz o maddələr haqqında geniş məlumat sahibi olmalıyıq. Orta məktəb kimyasının da əsas vəzifələrindən biri məişətdə, yəni evdə, yəni gündəlik, hardasa belə deyək də, bizim bütün işlərimizdə və yaxud da müəyyən işlərimizdə lazım olan bəzi maddələr haqqında müəyyən məlumatlar almaqdır. Ona görə də məişətdəki mühüm maddələr haqqında məlumat almalıyıq. Bu mövzunu digər deyişlə demək olar, məişətdəki mühüm kimyəvi birləşmələr. İndi gəlin məişətdəki mühüm kimyəvi birləşmələrin kateqoriyaların və onların nə olduğunu, hansı maddələr olduğunu, hansı formullara sahib olduğunu ətraflı şəkildə izah eləyək. Əvvəlcə başlayaq qida maddələrindən. Çünki qidasız həyat yoxdur da, belə desək, bir neçə gün biz qidasız qalsaq, artıq həyatımız sonlanar. Ona görə qida maddələri haqqında müəyyən məlumat alaq. Bilirik ki, qidaların tərkibində müxtəlif maddələr var. Bunların arasında karbohidratlar, misal üçün çörəyin, yediyimiz xüsusən bitki mənşəli qidaların tərkibində var. Bizi enerji kimi onu istifadə edirik. Yağlarda enerji daha çoxdur karbohidrata nisbətən. O da bizim enerji ehtiyacımızı ödəyir. Zülallar da bir növ bizim bədənimizin tikinti daşlarıdır. Yəni, qısacası karbohidratlar, yağlar, zülallar əsas qida maddələridir. Suyu da əslində qida maddəsi içərisində götürə bilərik və susuz həyat olmadığını biz çox gözəl bilirik. Ona görə onun haqqında da qısaca deyək, formulası H2O-dur, şəffaf rəngli, yəni rəngsiz daha doğrusu maddədir. Adi şəraitdə maye halındadır, 0 dərəcədə donur, 100 dərəcədə qaynayır. Daha sonra müxtəlif vitaminlərdir, minerallardır və s. Bunlar da bizim qida maddəsi kimi tələb olunur. İndi isə bəzi kimyəvi birləşmələr var ki, qida maddəsi kimi istifadə olunur. Onlar haqqında məlumat verək. Bunlardan biri xörək duzudur. Niyə xörək duzu deyirik? Çünki əslində duz geniş anlayışdır. Duzların sayı çoxdur. Müxtəlif duzlar var. Kalium klorid var, berilyum klorid var və s. və ilaxır. Xörək duzu deməyimizin səbəbi, yəni bizim istifadə elədiyimiz, mətbəxdə istifadə elədiyimiz duzu nəzərdə tutmaqdır. Xörək duzunun tərkibi natrium xlorid şəklində ifadə olunur. Yəni, onun tərkibində 2 element var. Natrium elementi və xlor elementi. Ağ rəngli kristal maddədir və suda yaxşı həll ola bilir. Adətən satışda olan xörək duzu həm də yodlaşdırılmış olur ki, çünki orqanizmin ehtiyacını ödəyə bilsin. Daha sonra biz sirkə turşusunu misal göstərə bilərik. Sirkə turşusu formulası bu şəkildədir. CH3 COOH. Belə bir formuladadır. Sirkə turşusundan biz konservləşdirmə işlərində, misal üçün yayda bankaların qoyulmasında konservləşdirmə işlərində istifadə olunur və onun məhlulu da həmçinin məişətdə qidaların hazırlanmasında, salatların hazırlanmasında və s. istifadə edilir. Siz fikir versəz formulda, məsələn bu formulda var karbon elementi. Görürsünüz, 2 yerdə yazılıb. Hidrogen elementi yenə 2 yerdə yazılıb. Oksigen elementi ayrı-ayrı yazılıb. Bir uşaq sual vermişdi, yəni şagirdlər arasında. Niyə bunlar birgə yox? Məsələn, burada 2 karbonda yazsın C2. Burada 4 hidrogende yazılıb 4 hidrogen, bir də O2. C2H4, O2 niyə yazmayıb? Bu cür uzun-uzadı yazıb. Biz indi bunu ətraflı izah eləməyəcəyik, çünki bu üzvü kimyada daha geniş ətraflı şəkildə keçəcəyik. Qısaca desə, əslində belə də şərti yazmaq olar. Sadəcə bu formada yazanda quruluş bizə daha aydın olur. Məsələn, burada COOH qrupbası turşu qrupbasıdır, karbon turşularına aiddir. Bu isə metil qrupbasıdır. Yəni, bu kimyəvi mənası var, bu şəkildə yazılır, öz başına deyil. Ona görə də biz elə bu şəkildə də yadda saxlamalıyıq. Belə desək, buradakı CH3 qrupbası var, bir də o birləşib COOH-la birləşib olub sirkə turşusu. Yəni, bu şəkildə də elə öyrənin, qısaltmağa ehtiyac yoxdur. Sonra qida maddələri arasında çay sodası və şəkər də var. Əvvəlcə çay sodası, hansı ki, el arasında çayını soda deyilir. Onun formulasında da natrium elementi var. Natrium hidrokarbonat.
və yaxud da belə də deyək, natrium HCO3 şəklində yazırıq. Çay sodasından isə əsasən şirniyyatların, çörəyin bişirilməsində istifadə olunur. Bunun xüsusiyyəti nədir? Qızdırılan zaman burada görürsünüz CO3 qrupası bu parçalanır və bundan CO2 qazı, yəni karbon qazı ayrılır. Karbon qazı da ayrılanda şirniyyatın belə deyək də şişməsinə, içərisində qaz qabarcıqlar yaranmasına səbəb olur. Nəticədə yumşaq olur. Yəni yumşaq qidaların hazırlanmasında köməklik göstərir. Ona görə də əsasən bu işlərdə, şirniyyat bişirilməsində və digər bu kimi bişirmə, çörək bişirməsində və s. istifadə etmək mümkündür. Daha sonra şəkər haqqında da şəkər deməli formulası bu şəkildə qeyd etmək olar. C12 H22 O11. Bu şəkərin formulasıdır. İndi siz gələcəkdə üzvü kimyada saxaroza, sonra bunlardan sonra başqa glukozadır, fruktoza və s. bunları siz keçəcəksiniz ətraflı, amma indi hələlik bunu yadda saxlamaq kifayətdir. Bunu yadda saxlamaq üçün önəmli üsullardan biri burada görürsünüz H22 O11. Sanki H2O-dan 11 dənədir. 11 vur 2-yə oldu H22, 11-i vur 1-ə oldu O11. Yəni sanki 12 dənə karbon 11 dənə su ilə birləşib olub şəkər. Və bu şəkildə yadda saxlaya bilərsiniz. Hansı ki onu qızdırdıqda, belə desək də kasıbın sirobu, o qara rəngli maddə alınır, qaşığı qızdırdıqda. Onda suyun bir qismini itirir və başqa fərqli maddəyə çevrilir. Qısacası şəkərin formulu C12 H22 O11-dir. O da ağ rəngli, çox yaxşı həll ola bilən maddələrdəndir və adi şəraitdə bərk haldadır. Daha sonra keçək, bütün maddələri biz məişətdə sadəcə yemək üçün, yəni qida üçün istifadə eləmirik. Fərqli sahələrdə istifadə elədiyimiz maddələr də var. Misal üçün, həlledicilər. Həlledici nə deməkdir? Yəni, ən yaxşı həlledici, burada səhv yazdı, bir dəqiqə, həlledici. Ən yaxşı həlledicini biz misal göstərə bilərik aseton. Bunu əsasən tikinti işlərində hansı ki boyaların, yəni el arasında isə kraskanın və s. Belə deyək də həll etməkdə istifadə olunur. Bir də asetondan əsasən misal üçün tutaq ki boya ləkəsi varsa onun çıxarılmasında qızlar xüsusən istifadə edir, dırnaq boyası olsun, ümumiyyətlə boya ləkələrinin. Çünki niyə görə? Aseton çox güclü həll edici olduğu üçün demək olar ki, əksər maddələri həll edə bilir və nəticədə o boya da daxil olmaqla müxtəlif maddələri də həll edə bildiyi üçün təmizlik işlərində istifadə olunur. Yəni həll edici kimi istifadə olunur. Və biz asetonun formulasını bu şəkildə verə bilərik. C3H6O. Aseton da şəffaf rəngli, yəni daha doğrusu rəngsiz, adi şəraitdə maye halda olan uçucu və xarakterik qoxusu olan maddədir. Dördüncüsü tibbdə istifadə olunur. Tibbdə də müxtəlif maddələrdən istifadə edirlər. Yəni sağlamlığı, dərman kimi. Dərmanları ayrıca kateqoriyada götürək. Ümumiyyətlə tibbdə istifadə olunan maddələrdən biri etil spirtidir. Etil spirti biz bildiyimiz o tibbi spirtin tərkibində olan maddədir. Etil spirti dezinfeksiya edici maddə kimi istifadə olunur. Yəni bakteriyaların belə deyək də məhv edilməsində. Və etil spirtinin xüsusiyyəti budur ki, o da şəffaf rəngli, yəni rəngsiz, adi şəraitdə maye halda olan 78 dərəcədə qaynayan bir maddədir və onun da xarakterik qoxusu var. Formulası da belədir. C2H5OH. Onu da nəzərə çatdıraq ki, etil spirti ümumiyyətlə belə deyək də tibbi spirt şəklində istifadə olunur. Tərkibinə bəzi maddələr qatılır ki, ondan spirtli içki kimi istifadə olunmasın. Bunu da yadda saxlamaq lazımdır. Çünki zəhərlənmə halları baş verə bilir. Etil spirti, yəni tibbi spirt, tibbi dezinfeksiya edici maddə kimi istifadə olunmalıdır. Daha sonra tibbdə həmçinin istifadə olunur naşatır spirti. Naşatır spirtinin isə formulası bu şəkildədir. Bir dəqiqə yazaq bunu. NH4OH. Yəni görürsünüz, ikisi də OH ilə bitir. Bu qrupları biz üzvü kimyada gələcəkdə keçəndə görəcəksiniz ki, bu qrupların mənası var. Məsələn, etil spirti C2H5OH-dır, naşatır spirti isə NH4OH-dır. Yəni bunlar onu bildirir ki, bunlar spirtlərə aiddir. Naşatır spirti bəs nə üçün istifadə olunur? Naşatır spirti parçalandıqda amonyak və su əmələ gətirir. Amonyak da qaz halında olan bir maddədir və kəskin qoxulu maddədir.
Bundan da əsasən istifadə edirlər bayılan insanları, yəni ürəyi gedən insanları ayıltmaq üçün istifadə edirlər. Naşatır spirtlərində də tibbdə bu məqsədlə istifadə olunur. Daha sonra hidrogen peroksid. El arasında hidrogen peroksidə periks də deyirlər. Xüsusi qablarda, apteklərdə satılır. Hidrogen peroksidin formulası sudan cüzi fərqlənir. Formulası H2O2-dir. Bilirik ki, suyun formulası H2O-dur. Onun üstünə bir dənə oksigen gəlsə H2O2 hidrogen peroksid adlanır və sudan kəskin xassələri fərqlənir. Hidrogen peroksidin xüsusən də istifadə edilir ağız boşluğundakı bakteriyaları məhv etmək üçün. Səbəb də budur ki, hidrogen peroksid bakteriyalar öldürməklə yanaşı, həm də qanamanı dayandırır. Misal üçün, əgər diş əti qanaması varsa, onu dayandırır. Boğazda ağrı varsa, onu da sakitləşdirir. Yəni, çox funksiyalı xüsusiyyətləri var. Tibbdə ondan bu məqsədlə istifadə olunur. Yəni, o da dezinfeksiya edici etil spirti kimi və ondan da daha üstün xüsusiyyətlərə sahib olan maddələrdən biridir. Təkcə maddələr qida kimi, həll edici kimi, indi biz burada göstərdik qida kimi olanları, həll edici kimi olanları, tibbdə istifadə olunanlar, hansı ki, xörək duzudur, sirkə turşusudur, daha sonra çay sodasıdır, şəkərdir, asetondur, etil spirti, naşatır spirti, hidrogen peroksid, bunların hamısı barəsində formullarını yazıb müəyyən məlumat verdik. Amma bundan başqa sahələrdə də bəzi maddələr var ki, onlar da məişətdə çox mühüm maddələrdir. Misal üçün, biz göstərə bilərik əlavə kateqoriya olaraq dərman maddələri. Dərman maddələrindən də geniş istifadə olunur. Daha sonra gübrələr. Gübrələrdən də istifadə olunur, yəni məişətdə mühüm istifadə sahəsi var. Sonra təmizləyici vasitələr və s. Bu siyahını uzada bilərik. Amma qısaca biz dərsi izah edirik ki, çox yüklənməyəsiniz. Təmizləyici vasitələr. Misal üçün, dərman vasitələrindən tutaq ki, bəzi, məsəl üçün, biz dərman preparatlarını alsaq, içərisində onun tərkibindəki maddə, yəni əsas aktiv təsir göstərən maddə qeyd olunur. Misal üçün, sizin kitabda da qeyd olunub, aspirin belə deyək də maddəsi qan durulducu kimi təsir göstərə bilir və yaxud da digər maddələr. Hər bir dərman preparatının tərkibində müəyyən bir kimyəvi birləşmə var. Biz bunları indi ətraflı keçmirik, çünki 7-ci sinif səviyyəsində dərman maddələrinin formullarını bilmək, ətraflı bilmək tələb olunmur. Bu, adətən universitet səviyyəsində keçilir. Amma qısaca bilmək lazımdır ki, dərman maddələrinin tərkibində də müxtəlif kimyəvi birləşmələr mövcuddur. Daha sonra gübrələr. Bunu keçmiş dərsliklə 9-cu sinifdə keçirdik. Yəni, siz gələcəkdə bunu, hələ ki, indi yox, daha ətraflı sonra keçəcəksiniz. Gübrələr də istifadə olunur kənd təsərrüfatında, bitki məhsuldarlığını artırmaq üçün istifadə olunur. Təkcə gübrələr yox, ümumiyyətlə müxtəlif heyvan yemlərində, təsərrüfatda istifadə olunan digər maddələri də bu kateqoriyada götürə bilərik. Bunlar da mühüm kimyəvi birləşmələrdəndir. Sonra isə təmizləyici vasitələr, dezinfeksiya edici maddə ilə qarışıq salmaya, misal üçün, etil spirtidir, hidrogen peroksiddir, bunlar dezinfeksiya edici maddələr idi. Təmizləyici isə, misal üçün, məişətdə istifadə edilir, tutaq ki, məsələn, xlor turşusundan, müəyyən faizli xlor turşusuna istifadə edirik boruların açılmasında, məsəl üçün, və yaxud da ki, belə deyək də, hamamda, ümumiyyətlə, belə deyək, məişət səviyyəsində istifadə olunur və digər təmizləyici vasitələr. O cümlədən biz həmçinin götürə bilərik, məsəl üçün, geyimlərin yuyulması üçün lazım olan paraşok deyirlər el arasında və həmin o maddələr üçün də, həmin o maddələri də təmizləyici kateqoriyasında götürmək olar. Yəni, müxtəlif təmizləyici vasitələr də kimyəvi birləşmələrdən ibarətdir. Bu qədər uşaqlar. Burada biraz sıralama səhv yazmışıq. 1, 2, 4 keçmişik. Eyb yox, texniki səhvdir bu. Bu qədər dərsimiz bundan ibarət idi. Sağ olun, növbəti dərslərdə görüşənədək.